Dünən El Clasico'da 262-ci dueli izlədik. Bu dueldə qalib tərəf Real Madrid oldu. Xabi Alonso ilk El Clasico'suna əla hazırlaşmışdı və meydandan qələbə ilə ayrıldı. Bununla da Real xal fərqini 5-ə yüksəltdi. Xabi Alonso bu mövsüm Real'la çıxdığı 13 oyunda 12-ci qələbəsini qazandı. Atletico ilə olan məğlubiyyəti isə futbol şanssızlığı adlandırmaq olar. Xabi Alonso'nun Real'ı bu mövsüm La Liga'da çox da xallar itirənə oxşamır. 1-0 da olsa komanda sonda istədiyi nəticəni əldə edə bilir. Amma Hans Flick'in Barsası haqqında bunu çox da demək olmur. Zədəli futbolçuların sayının çox olması isə bir tərəfdən işi çətinləşdirir. Gavi, Olmo, Rafinha, Lewandowski kimi futbolçuların zədəli olmağı komandanın qol qanadını sındırır. Komandanın heyətində hal-hazırda lider sayılanlar Pedri və Lamine Yamal da El Clasico'nun ən zəif tərəflərindən idi. Xüsusilə Yamal yekə oğlansan, bəsdir başı və qadınlarla qatdın. Bu futbolçu özünü təcili futbola verməlidir. Bu yaşda belə istedadın məhv olması futbol dünyasının ən böyük xəyanətlərindən biri olar. Bu qədər gənc yaşda belə şöhrətlə yaşamaq əlbəttə ki çətindir. Amma Yamal nə edib, bunun öhdəsindən gəlməlidir. Oyunun taktiki gedişinə nəzər salsaq, Real 4-4-2, Barsa isə 4-3-3 taktiki düzülüşündə meydana çıxmışdı. Yarımdafiə mərkəzində Alonso iki dağıdıcı futbolçu, Tchouaméni və Camavinga ikilisinə üstünlük verdi. Bu isə daha yumşaq olan Barsa yarımdafiəsini boğmaq üçün bir addım idi. Alonso'nun istədiyi də oldu. Camavinga 7.1, Tchouaméni isə 7.7 reytinqlə oynayarkən, De Jong 6.8, Pedri isə 5.8 reytinqlə oyunun ən zəif futbolçusu oldu. Yəqin ki, Barsanın keçən mövsüm ofsayd tələsini xatırlayırsınız. Hansı ki, Mbappé bir oyunda ofsayd rekordu da qırmışdı. Alonso bunun da üzərində yaxşı çalışmışdı. Real bu oyunda 5 dəfə ofsayda düşsə də, Barsanın taktikasına baxsaq bu normal rəqəmdir. Düşünürəm ki, Hans Flick'in əsas səhvlərindən biri də məhz elə burada oldu. Alonso kifayət qədər ağıllı məşqçidir. Bunun çarəsini də tapacaqdı. 1 cəhət, 2 cəhət və 3-cü qol. Jude Bellingham bu oyuna prime açmışdı. Zədədən qayıtdıqdan sonra futbolçu heç cür istədiyi oyunu göstərə bilmirdi. Amma Alonso elə taktiki düzülüşlə meydana çıxdı ki, həm Arda Güler, həm Bellinghamdan maksimum faydalı şəmsalını ala bildi. Tchouaméni Camavinga ikilisi xeyli Real'ın müdafiəsini rahatlada bilmişdi. Cinahlardan Valverde və Carreras ikilisi rahatlıqla hücumlara qoşula bilirdi. Çünki Tchouaméni mərkəzə çəkilərək müdafiədəki boşluğu doldururdu. Oyunda hesab fərqli ola bilərdi. Real bu oyun böyük hesablı qələbə qazana bilərdi. Barsanın qolunun Arda'nın səhvindən gəlməsi, Mbappe'nin penaltini vurmaması oyunun taleyinin dəyişməsinə mane oldu. Ümumilikdə baxsaq, El Clasico üçün ədalətli nəticə oldu deyə bilərik. Əlbəttə ki, Real'ı hələ çempion elan etmək tezdir. Amma məncə Xabi Alonso'nun Real'ı bu mövsüm asan xallar itirməyəcək. Və siz nə düşünürsünüz? Fikirlərinizi yazmağı və kanala abunə olmağı unutmayın.